Salam, xoş gördük sizləri yenə mənim kanalımda. Mən sizin tarix müəlliminiz Tural müəllim. Bugün sizlərə 25 may 2025-ci ildə keçirilən din qəbullarından ikinci qrup üzrə tarix suallarının izahını verəcəm. Birinci sualda biz baxırıq nə istəyir bizdən? Qaraqoyunlu dövlətinin deməli Teymurilərlə oxşar, amma Səfəvilərdən fərqli cəhətini istəyir. Deməli, Osmanlı dövlətinə müharibə aparılması. Səfəvilərdən niyə fərqli olsun ki? Osmanlılarla bunlar da müharibə aparıb. Yəni Səfəvilər də Osmanlılarla müharibə aparıb. Ona görə fərqli olmaz. Biri atarıq. Bir olan variantlarda çıxsaq, 2. Şirvanşah 1-ci İbrahimlə mübarizə aparılması. Səfəvilər dövləti İbrahimi görməyiblər. Ona görə 2-ni götürərik fərqli cəhət kimi. Sonra amma Teymurilər də İbrahimlə mübarizə aparıb. 1405 Kür sahil döyüş var. Bayandurlu sülaləsinin qüvvələrinə qarşı mübarizə Səfəvilər aparıb. Buna görə 3-ü də atarıq. 3-ü də atırıqsa, deməli 1-i atmışıq, 3-ü atmışıq. 2 variantımız gedir. Qalır burada A və C. Sonra burada baxırıq 4-ə. Şeybanilərə qarşı mübarizə. Səfəvilər Şeybanilərə qarşı mübarizə aparıb deyə A bəndində atarıq. 5. Uzun Həsənin qoşunları tərəfindən məğlub edilməsi. Səfəvilər dövləti Uzun Həsəni görməyiblər. Ümumiyyətlə Səfəvilərlə Uzun Həsənin münasibətləri normal olur. Doğru cavab nə olacaq? C variantı. 61 C variantı. 62-yə baxırıq. Fransa Krallığı, İngiltərə Krallığı. Böyük Azadlılar Xartiyası İngiltərəyə aiddir. Sərb yürüşlərində iştirak hər ikisinə aiddir. Azinkur döyüşündə qələbə İngiltərəyə aiddir. Yüzlük müharibədə iştirak etməsi hər ikisinə aiddir. Jaklar üsyanı isə Fransaya aiddir. 1-ə Y, 2-yə AC, 1-ə Y, 2-yə AC, 3-ə də B-dir. Hansı variantdır? Y variantıdır. Burada doğru cavab. 63-cü sualda Birinci Dünya müharibəsi illərində Cənubi Azərbaycanda milli hökumət süqut etdi. Yox. Pişəvəri 45-dir, 46-dadır, olmaz. ADP 17 olar, götürərik. Milli hökumət olmaz. 21 Azər hərəkəti 45-dədir, olmaz. Doğru cavab nədir burada? C variantı. Növbəti sualımız, biraz markeri qalınlaşdıraq. 1940-cı ilin yazında Alman ordusu Danimarkanı, sonra isə Norveç ələ keçirdi. Az sonra Hollandiya və Belçika təslim oldu. Alman qoşunları Kale limanını ələ keçirərək İngilis, Fransız, Belçika qoşunlarını Dünkerkdə sahilə sıxışdırdı. Almaniya bu addım atmaqla Lokarno konfransı, Reyn təminat paktıdır bu yəqin ki. Üzərinə götürdüyü hansı öhdəliyi pozdu? Burada cavab nə olar? A bəndi olar. Çünki Reyn Təminat Paktı Lokarno konfransının gedişində imzalanıb. Orada Almaniya, Belçika və Fransa arasında sərhədlərin toxunulmazlığına məqamla üstünlük verilib. Yəni daha doğrusu razılaşdırılıb. 65. Manna hökmdarı Ulusunun və Uvalinin hakimiyyət dövrünə aid ümumi cəhət. Burada Ulusunu əvvəlcə Asuriya ilə ittifaqı pozmuşdu, sonradan bərpa etdi. Uvalinin də atası Ahşeri ittifaqı pozmuşdu. Uvali yenidən bərpa etdi. Doğru cavab nə olmalıdır? D variantı. 66-ya baxırıq. 66-ya. Osmanlı Sultanı Süleymanın hakimiyyət dövrü üçün səciyyəvi idi. Paytaxtı Ədirnəyə o köçürməyib. 1-ci Murad köçürüb. 1-i atarıq. 2-yə baxın. İspaniyanı məğlub edib. Bəli, 2. Səfəvi ilə sülh bağlayıb 1555. Bolqarıstanı, bəli, Bolqarıstan 1-ci Bəyazid işğal edib başa çatdırıb. Moxas döyüşü 1526 olar. Doğru cavab nədir burada? Y variantı. 67. Eldəniz hökmdarı Qızıl Arslanın fəaliyyəti üçün xarakterik deyil, paytaxtın Həmədana köçürülməsi. Niyə? Çünki bunu Qızıl Arslan yox, Məhəmməd Cahan Pəhləvan eləmişdir. Burada doğru cavab B bəndidir. 68. Paleolit və mezolit üçün oxşar cəhət. Bir olub, hər ikisində istehlak olub, bu dəqiqədə istehlak var. Qadınlar cəmiyyətdə mühüm yer tutub, üst paleolitdən başlayaraq. İnsanların mağaralarda məskunlaşması, mezolitdə də damcılı mağarası var. Doğru cavab nədir? 1, 2, 3, B variantı. Amma 4 paleolitə olmaz, mezolitə aid olar. 5 bu da mezolita olar, paleolita olmaz. Deməli, 69-a baxırıq. Şimali Azərbaycanda 19-cu əsrin 40-cı illərində həyata keçirilən sosial-iqtisadi tədbirlərə aid deyil. Sosial-iqtisadi deyirsə, diqqətlə baxın. Bax, budur. Hamısı əhali ilə bağlı olan məsələlərdir. Amma bu inzibati məsələdir. Doğru cavab burada nə olmalıdır? Doğru cavab burada A bəndi olmalıdır. Aid olmayan. 70-ci suala baxırıq. 1787-ci il qəbul edilən ABŞ Konstitusiyasına əsasən uyğunluğu müəyyən edin. Qanunverici hakimiyyət. Bir də orada nə olar? İcraedici hakimiyyət, məhkəmə hakimiyyəti. Baxaq, icraedici hakimiyyət kimdir? Belə deyək də, prezidentdir. Prezident tərəfindən rəhbərlik edilməsini doğru götürərik bu icraedici hakimiyyətə. Rəhbər ömürlük seçilmir. 2-yə A olan variantları atarsan, 2-yə A olan variantlar gedər. Yəni B variantı gedər, A variantı gedər. Sonra 2-yə C də olmaz. Çünki prezidentin qanunlara veto qoyma hüququ olub. C olmaz. Yəni 2-yə C olan variantı görürükmü? Bəli, Y variantında da 2-yə C-ni görürük, C variantında da 2-yə C-ni görürük. Cavab avtomatik çıxır nə?
D variantı. Növbəti sualımız 71-ci sualdır. Ulduzla göstərilən rayon Xocavənddir. Xocavənd rayonuna aid olan D cəhəti müəyyən eləyin. Burada cavab olacaq antiterror. Antiterror zamanı onun ərazisində qoşunlar var idi bir hissəsində. Hadrutdan azad eləmişdi, amma Xocavənd özü qalmışdı hələ də. Orada sülh məramlılar nəzarət edirdi. Bir də Alban burada Amaras məbədindən bəhs edir. 3-4 cavab olmalı burada D variantı. Sonra 72. Nadir Şah Əfşarla Qubalı Fətəlxana aid ortaq cəhət. Rusiya ilə danışıqlar, Nadir də danışıqlar aparıb. Vergi sahəsində islahatlar bu da eləyib, hər ikisi eləyib. Amma Azərbaycan adlı inzibati ərazi bölgüsünü yaradan Nadirdir. Belə deyək, Osmanlı dövləti ilə sülh müqaviləsini bağlayan Nadirdir. Doğru cavabımız nə olmalıdır? Burada 1-2, yəni hansı variant A variantı. 73-cü sualda hansı dövlət verilib? Şəddadilər. Şəddadilər dövlətinə nə aiddir, onu soruşur. Baxaq. Burada cavab 1048-ci ildə Bizans erməni, gürcü feodallarına qarşı Səlcuqlarla birlikdə zərbə vurmağa götürəcəkdir. Doğru cavab. Növbəti sualımız 74-dür. Kəndlərin torpaq verilməsi haqqında qanunun qəbul edilməsinə çalışan Tiberi Qıraq günahlandırılırdı. Bunu əsasən belə deyək, iri torpaq sahibləri quldarlar günahlandırırdı. Nədə? Padşah olmaqda. Yəni ona belə deyək də, dedilər ki, sən padşah olmaq istəyirsən, ona görə də bunu öldürdülər. Cavab nə olmalıdır? Y variantı. 75. Qədim Misirdə 2-ci Ramzesin hakimiyyət dövrü üçün səciyyəvi idi. Burada cavab nə ola bilər? Finikiya. B bəndi olacaq. Çünki ilk sərdabər Coserindi. Dini idarə çatiyə tabe edilməsi, yəni niyə tabe edilsin ki, elə əvvəldən ümumiyyətlə dini belə deyək, çati vəzifəsi ümumiyyətlə Fironun köməkçisidir. Bu olmaz. Dini idarələr Amuna tabe olar, elə Fironun özünə tabe olar. Paytaxtın Fivdən köçürülməsi, Fivə köçürülmə ikinci minlikdədir. Bu da olmaz. İlk dəfə Suriyə birinci tutulması olar. Bu olmaz. 76-ya baxırıq. Azərbaycan SSR-nin 19-cu əsrin 50-ci illəri, 19 yox, 20-ci əsrin, yəni 1950-lər konkret deyək də, 20-ci əsrin 50-ci illəri, 20-ci əsrin 60-cı illəri, yəni 1960-lar. Yeni konstitusiya olmaz, çünki konstitusiyalar 21, 37, 78-dədir. Biri A olmaz. Görürsünüz, avtomatik 3 variant gedir. Kartoska 47-dir. Heç ümumiyyətlə cavab özündən çıxır burada. Burada nə düz gəlmir? Bir daha baxaq. Sualda nə istəyir bizdən? 20-ci əsrin 50-ci illəri, 20-ci əsrin 60-cı illəri. 60-cı illər. Gəlin bunlara baxaq. Bu 1962-dir. İcbari 10 illik 1966-dır. Dövlət dilinin Azərbaycan dili olması haqqında konstitusiya maddə əlavə olunması. Bu 1978-də öz əksini tapır. Bu da 50-lərdə. C bəndə olmaz. 2-də C olmaz. Düzdür. 2-də C olmaz. Yəni A variantı gedir, D variantı gedir. Yeni konstitusiyanın qəbul edilməsi. 1950-lərdə yeni konstitusiya qəbul edilməyib baxın. Hə, burada C variantı olar. Hə. A variantını atarıq, C variantını götürək. Niyə? Çünki Ermənistanda yaşayan azərbaycanlıların məcburi köçürülməsi davam elətdirilməsi. 1948, 53-cü illərdə bu davam elətdirilib də. Bəli. Doğru cavab nə olar burada? B variantı. 77-ci sual. Albaniyanın 6-cı əsrin ikinci yarısı, deməli, Albaniyanın 6-cı əsrin ikinci yarısı, yəni 550-dən 600-ə qədər tarixi üçün xarakterik idi. Mehranilər olmaz, bir olmaz. Yerli hökmdarlar olmaz, çünki Sasani mərzbanlığı dövrüdür. Sasanilərin şimal canişinliyi olar, müsəlmanlar olmaz. Çünki həmin dövrdə müsəlmanlıq yoxdur. Cavab nə vardır? D var. Növbəti sual 78-ci sualdır. Prezident Heydər Əliyev Avropa dövlətləri ilə münasibətlərə önəm verirdi. Avropa ilk rəsmi səfəri zamanı aparılan danışıqlar nəticəsində ölkəmiz Avropa təhlükəsizlik sisteminə doğru ciddi şəkildə irəlilədi. Mətndə verilən səfər əsasən Azərbaycan Respublikası ilə bağlı hansı ifadələr doğrudur? Deməli, ilk səfər söhbətsə Fransayadır bu səfər. 1993-cü ilin dekabrında. Orada belə deyək, Paris Xartiyasına qoşuluruq biz. Bir də BMT-nin nizamnaməsinə əməl edəcəyimizi təsdiqləyirik. Doğru cavab nə olmalıdır? 1 və 2. Hansı variantdır? C variantıdır. Minsk qrupu 92-dir. Deməli, BMT
Bu da 92-dən başlayıb. Əslində 93-dən. Hə, 93-dən başlayır. Bir Kəlbəcərin işğalə qətnamələr qəbul olunmasına. 79. Bizansın verilən dövlətlərlə ümumi cəhətlərini, yəni Bizans və birinci Göytürk. Bu arada biləsiniz ki, Bizans Çini işğal eləməyib. Ona görə 1-ə C olmaz. 1-ə C olmadığına görə avtomatik bu variantlar gedir. 2-yə Axund dövləti Hindistana yürüş eləyib, amma Bizans Hindistana yürüş eləməyib. Deməli, 2-yə də A olmaz. Düzdür? 2-yə A olmazsa, 2-yə A olmazsa, 2-yə A olmazsa, deməli D variantı da gedər. 2-yə B, C olar. Avtomatik cavab çıxır da A variantıdır. Bu sualda doğru cavab A variantı. 80-ci sual. Almaniya Federativ Respublikasının, yəni AFR-in 1950-ci illərdə olan tarixi üçün səciyyəvi idi. Planlı iqtisadiyyat olmaz, çünki Sovetlər deyil də, bunlar kapitalistlərdir. Sosialist dövlətlərlə fəal iqtisadi əməkdaşlıq xətti şərqdə olar, burada olmaz. Qapalı iqtisadiyyat şərqdə olar, burada olmaz. Sosialistlər olmaz. Cavab avtomatik görürsünüzmü? Bunların əksəriyyəti ADR ilə bağlı olan bir şey olar. Burada isə Konrad Adenauer'in belə deyək də iqtisadi möcüzəsindən gedir. Konrad Adenauer'in belə deyək də iqtisadi möcüzəsidir. 1950-lər, 60-ların əvvəlləri. 81-ci sual. Ərəb xilafəti və Böyük Səlcuq dövlətinin tarixlərinə aid ümumi cəhət. Azərbaycan tabe eləyiblər. Çinə hərbi yürüş ərəblər Böyük Səlcuq da eləməyib. Ərəblər də orada 751-də Talastan tərəfə getməyiblər. Qərbi Avropaya ərəblər yürüş eləyib, amma Böyük Səlcuq yürüş eləməyib, amma xidmətinə görə iqta torpaqlar veriblər. Doğru cavab nə olmalıdır? A variantı. 1, 4. 82-ci suala baxırıq. 82-ci sualda nə istəyir bizdən? 12-ci, yox, 13-cü əsrə aid olan şəhərlər, baxırıq, hansı şəhərlərdir? Dərbənd, Şamaxı və Təbriz. İndi baxırıq. Səlcuqların hücumuna məruz qalmışdır. 13-cü əsrdə Səlcuqlar yoxdur. Deməli, A olan bütün variantları silmək lazımdır. A olan bütün variantları silsək, cavab öz-özündən çıxır. Görək, bunu yoxlayaq. 1225-də 1225-ci ildə Cəlaləddin ordusu tərəfindən tutulub, bu Təbrizdir. 2-yə A. Monqolların birinci yürüş zamanı dağıdılmışdır. Bu birinci yürüşündə Şamaxını tutub dağıdıblar. Daha doğrusu belə deyək də, mən biraz düz yazmadım. 3-ü buraya yazaq. Monqolların birinci yürüşündə dağıdılma Şamaxıya aiddir. 3-ə C. Monqolların tərəfindən tutulması ilə Azərbaycanın işğalı tamamilə başa çatdırılır. Bu Dərbəndə aiddir. 1-ə D. Bir də Cəlalilər dövlətinin paytaxtı olmuşdur. Axı Cəlalilər olmayıb 13-cü əsrdə. Doğru cavab 1-ə D, 2-yə B. Yox, 1-ə D, 2-yə B. Hə, mən niyə 2-yə A yazmışam? 2-yə B olmalıdır burada. Bəli, 2-yə B, 3-ə isə C. Doğru cavab nədir? B variantı. 83-cü suala baxırıq. Xronoloji ardıcıllıq müəyyən eləyin deyir. Qızıl Ordu dövlətində İslam dininin rəsmi dövlət dini kimi qəbul olunması. Bu Özbək xanla bağlıdır. 1313-cü il. 1313-dən götürək bunu. Qızıl Ordu xanı Əhməd xanın Moskva knyazına yürüş eləməsi 1480 Uğura görüşü. Qızıl Ordu dövləti ilə Hülakülər arasında müharibələr 1260-lardan götürün. 63 götürün bunu. Təbriz şəhərinin Toxtamışın qoşunları tərəfindən tutulması bu 1385-dir. Baxsaq, 3, 3, 1, 4, 2. Ardıcıl belə olmalıdır. Aleksandr ilə Nikolay arasında ümumi cəhətləri istəyir bizdən. Aleksandr Napoleonla vuruşub. Nikolay da birinci, belə deyək də, birinci yox, elə Krım müharibəsində Fransız, İngilis və Osmanlılarla vuruşub. Ortaq cəhət kimi götürmək olar biri. Qacarlarla, bu birinci Rus qacardır, bu da ikinci Rus qacardır. Hər ikisinə götürmək olar 2. Azərbaycan xanlarla müqavilə imzalayan Aleksandrdır. Çünki Nikolay müqavilə imzalamayıb. Qaradənizə çıxışında mübarizə, onlar ikisi də hakimiyyətə gələndə artıq bunların Qaradənizə çıxışı təsdiqlənib də 1774 Kiçik Qaynarca və 1791 Yassı sülhü ilə. Ona görə bunu götürməyə. Doğru cavab burada 1-2-dir. 85. AXC-nin Tiflis və Bakı dövlətlərinə aid ümumi cəhətləri müəyyən eləyin. Müəyyən müddət Milli Şuranın fəaliyyət göstərməsi. Tiflisdə də olub, Bakıda da olub. Biri götürərik. 2. Qanunverici orqanla parlament Tiflisdə olmayıb. Qonşu dövlətlərlə hərbi əməkdaşlıq. Tiflis dövründə Osmanlı ilə, Bakı dövründə isə Gürcüstanın özü ilə bağlamışıq. 3-ü götürərik. Xoyskini də götürərik, çünki hər ikisində Xoyski olub. Birincidə də Xoyski olub, üçüncüdə də Xoyski olub. Amma qanunverici səlahiyyət ikinci hökumət qəbul edirdi, o isə Tiflisdə fəaliyyət göstərir. Doğru cavab burada nədir? 1, 3 və 4. 86-cı suala baxırıq. Deməli, Həsən bəy Rumlu 15-ci əsrdə olmaz. Düzdürmü?
İskəndər bəy münşini götürərik. Məhəmməd Tahir Vahidi də 2-ci Abbasın vəziri olub götürərik. Doğru cavab nə olmalıdır burada? 2 və 3. 87-yə baxırıq. Şah Məhəmməd Xudabəndə və Şah Abbasa aid olanlar götürməliyik. Paytaxtı Qəzvindən deməli 1-2 yazaq buradan. Qəzvindən İsfahana köçürən Abbasdır. A getdi 2-yə. Çıldır döyüşü Məhəmməd Xudabəndiyə aiddir. B getdi 1-ə. Tüfəngçiləri yaradan Abbasdır. C gəldi bura. Krım xanın yürüşünə məruz qalan bu Molla Həsənli döyüşüdür. Bu da Məhəmməd Xudabəndədir. Amma çıxışın bağlanması, Hörmüzün tutulması İsmailə aiddir. Birinci İsmailə aiddir. Doğru cavab nədir? 1-ə B, D, 2-yə A, C. Situasiyaya baxırıq. Nə istəyir situasiyada bizdən? Hüseynəli xanla başlayan birləşdirmə siyasətini Fətəli xan davam etdirdi. Ən gərgin mübarizə isə Şirvan regionu uğrunda gedirdi. Azərbaycan şimal-şərq torpaqlarının tabe edilməsi bir sıra dövlətlərin narazılığına səbəb oldu. Lakin Fətəli xan kifayət qədər israrlı idi. Hətta ona qarşı yaradılmış ittifaq da onun bu siyasətinə mane ola bilmədi. Söhbət burada Gavuşan döyüşündən gedir. O rəqiblərinin müqavimətini qırdıqdan sonra Azərbaycanın cənub torpaqlarına da yürüş etdi. Lakin bir sıra daxili və xarici səbəblərdən bu yürüş təxirə salınmağa və geri qayıtmağa məcbur oldu. Hansı xanlıqdır deyir Cənub yürüşü? Ümumiyyətlə bunun Cənub yürüşü 1784-dür. Hara yürüş eləmişik? Ərdəbilə, daha doğrusu Cənuba, Səfəvilər dövlətini bərpa etmək məqsədi ilə Ərdəbili tutublar. Ərdəbil isə burada 1-dir. Belə yazılsa doğru götürüləcək. Yəni 1-i və Ərdəbili yazsanız doğru götürüləcək. Şamaxını Dağıstanların hücumdan müdafiə etmək üçün mənbədə göstərilən xanlığın Şamaxı xanlığı ilə əldə etdiyi razılaşmanın şərtini yazın. Deməli, bu şimaldan olan hücumların qarşısını alır. Bunun müqabilində isə Şamaxı xanlığı ona nə verir? Vergi verir də, deyir, haqq ödəyir. Sonra baxsaq biz 90-cı suala. Mənbədə bəhs olunan xanlığın Azərbaycan cənub torpaqlarının yürüşündən geri çəkilməsinin 2 səbəbini yazın. Əsas səbəbi Rusiyanın narazılığıdır. Rusiyanın narazılıqdır. Uğurludur. Amma Rusiya narazılıq deyə geri çəkilir. Çünki gələcəkdə Rusiya öz qarşısında güclü dövlət görmək istəmirdi. İkinci tərəfdən isə həmçinin digər feodal hakimlərin, ondan sonra Gürcü çarının, Qafqaz hakimlərinin narazılığıdır. Belə mən sizin tarix müəlliminiz Tural müəllim bir belə deyək imtahanın nəticəsini sizlərlə bölüşürəm. Növbəti imtahanlarda, növbəti belə deyək ikinci şans imtahanında sualların izah ilə sizlərlə görüşmə ümidindən sağollaşıram. Sağ olun, özünüzə yaxşı baxın.